Salam, xoş gördük sizləri. Mən Polad Həşimov adına təhsil mərkəzinin coğrafiya müəllimi Gülsüm Qəzənfərli. Bugün sizlərə ekoloji siyasət haqqında məlumat verəcəm. Ümumiyyətlə baxaq görək ekologiya elmi nəyə öyrənir birinci növbədə? Ekologiya elmi atmosferin, litosferin, hidrosferin vəziyyətini öyrənir və ora təsir edən insanların fəaliyyəti nəticəsində yaranan problemləri öyrənir. Bu problemlər adlanır ekoloji problemlər. Ölkələr ekoloji problemləri aradan qaldırmaq məqsədi ilə ekoloji siyasət yürüdürlər. Ekoloji siyasət, ətraf mühitin vəziyyətinin yaxşılaşdırılması və təbii ehtiyatlardan səmərəli istifadə edilməsi məqsədi ilə görülən tədbirlər sistemidir. Bu da müəyyən bir istiqamətlərə ayrılır. Siyasi istiqamət, iqtisadi istiqamət, qanunverici, maarifləndirici, təbliğat xarakterli tədbirlər sistemi və inzibati nəzarəti göstərə bilərik. Siyasi istiqamət deyəndə ətraf mühitin mühafizəsi uğrunda hökumətlərin, ictimai və siyasi təşkilatların birgə fəaliyyəti nəzərdə tutulur. İqtisadi istiqamət deyəndə ətraf mühiti çirkləndirən müəssisələr üçün ödəmə və vergi sistemlərinin yenidən işlənib hazırlanmasını və həmçinin müəyyən müəssisələr var ki, ətraf mühit daha çox məhsul istehsal edir, amma ətraf mühitə daha az zərər verir. Bu cür müəssisələr isə müəyyən güzəştlər və imtiyazların tətbiq edilməsini nəzərdə tutur. Qanunverici istiqamət odur ki, təbiət, cəmiyyət və istehsalat arasındakı münasibətlərin tənzimlənməsi məqsədilə müəyyən qanunların qəbul edilməsidir. Maarifləndirici tətbiqat xarakterli tədbirlər sistemi deyəndə isə insanlarda ekoloji şuurun, ekoloji mədəniyyətin formalaşdırılması nəzərdə tutulur ki, bu bağçalarda, məktəblərdə təməli qoyulur. Yəni insanlara ətraf mühiti çirkləndirilməsi nəticəsində yarana biləcək ekoloji problemlərin əvvəlcədən məlumat verirlər. Ona görə bunun qarşısını almaq üçün insanların birgə fəaliyyəti nəzərdə tutulur. 5-ci istiqamət kimi isə ictimai nəzarət istiqamətini göstərə bilərik ki, bu nə deməkdir? Ətraf mühitin qorunması ilə bağlı verilən qanunlara nəzarət olunması, yəni nə dərəcədə düzgün şəkildə yerinə yetirilir və ekoloji monitorinqin həyata keçirilməsidir. Ekoloji monitorinq nədir? Ekoloji monitorinq ətraf mühitin arası kəsilmədən müşahidə edilir.